Paytaxtın Keşlə qəsəbəsində intensiv yağıntılar ciddi fəsadlara səbəb olub. Yağış sularının kanalizasiya xətlərini dolduraraq daşırması nəticəsində bir sıra yaşayış evlərinin həyətlərinə və zirzəmilərinə çirkəb sular dolub. Sakinlərin sözlərinə görə kanalizasiya sisteminin yüklənməsi səbəbindən suyun çəkilməsi mümkün olmayıb və əraziyə xoşagəlməz qoxu yayılıb. Hazırda aidiyyatı qurumlar tərəfindən ərazidə təmizlənmə və bərpa işləri aparılır. Hadisə nəticəsində evlərə və məişət əşyalarına ziyan dəydiyi bildirilir. Hal-hazırda Keşlə qəsəbəsində hadisə baş verən ərazidə kanalizasiya xətlərinin tutulması nəticəsində yaşayış evlərinə çirkəb sular dolub. Aidiyyatı qurumlar tərəfindən təmizlənmə işləri aparılsa da vəziyyətin hələ də sabitləşmədiyi bildirilir. İçeri baxın, görün nə vəziyyətdəyik. Belə iş olarmı? Bizdə günah yoxdur, nə də olarlıqda. İndi orada partlayıbdır. 2 dəfə oldu bu bir həftə ərzində. Gün ortaya kimi bir dəfə bastı, gəldilər, çəkdilər, suyu zadı düzəldi. Gecə də başladı, axşam da gəldilər, çıxartdılar bizi ki, burada da yaşamaq olmaz. İşıq yox, qaz yox. Getmişdik, elə səhər də gəldim ki, düz, bax, bu barabar suyun içindədir. Gəldim atası öyleydi, uşağı götürüb, oğlum maşının içində qalıb çöldə. Bu vəziyyətdə qalmışıq. İndi bu mən hardan başlayayım, harda qutarayım, sənə qurban olum. Bir dənə yatacağım, qalmayayım ki, qala. Sosial suyu daşı, hamısını batırır. Bu günümüz də budur. Belə dedilər ki, nə də təmin olsun. 2 dəfə verdikləri 3600 idi. Heç otağın taxtasını eləmədi. İndi də yenə təkrardır. Yenə olacaq. Bu kanalizasiya işləyir, cəmaat istifadə edir. O vaxtı bir 10 il bundan əvvəl 100 min əhali yaşayırsa, 250 min əhalidir. Bu da təbii bir şeydir. Yəni ki, xalq da ondan istifadə edir, keşə qədir. Bizim ərazidə deyil, bu ərazidədir. Yine fikrimiz də burada boşluqda qalıb, suyun altında. Baş vermiş faciə, bizim sakinlər üçün, burada yaşayanlar üçün. Demək olar ki, bir həftə bundan öncə bu hadisə baş vermişdi. Qurumlar bundan nəticə çıxarmadılar. Əsaslar olsun ki. Bəzi qurumlar gəldi, düzdür, sonradan gəlsə də o sular çəkildi. Yəni məsələ bu Xətai rayonundakı kollektor nəticəsində olur. Bugün sağ olsun, aidiyyatı qurumlar sağ olsunlar. Bir sutkadan da çox artıqdır ki, burada Fövqəladə Hallar Naziri, Rayon İcra Hakimiyyətinin başçısı, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Naziri, sağ olsun bütün qurumlar çox fəal şöhrətlər, cəmaatı, burada yaşayan sakinləri evakuasiya elə bildilər, xəstələr, körpələr, qalanlar da üzəbirən çıxdı oradan. Nəticəsi budur. Şükürlər olsun ki, yağışlar da dayandı, heç olmasa görək görə vəziyyət nə yerdədir və evə girə bilməmişik. Canımızı götürüb çıxmışıq oradan.